Salam əziz müştərilər. Bugün sizə maraqlı bir aparat təqdim etmək istəyirəm. Aparatımız elektrikli künc kəsən aparatdır. Normalda daha çox siz mətbəələrdə bunun əllə olan variantını görürsünüz. Yəni rучной manual model, rучной model. Bu səfər isə biz sizə elektrikli modeli göstərmək istəyirəm. Elektrikli model nəyə görə lazımdır? O müştərilər ki, işləri çoxdur, çatdırmırlar, kifayət qədər vizitka zakazları var, yaxud bloknot, ajanda zakazları var, çatdıramırlar. Onlar üçün artıq elektrikli model lazımdır. Çünki bu elektrikli model 8 sm hündürlüyə qədər birdən məhsulun küncünü kəsə bilir. Və ikinci əsas özəlliyi odur ki, 7 bıçağı var üzərində. Siz daha düşünmürsünüz ki, bunun bıçağı lazımdır. Fərqli millimetrlərdə, fərqli radiuslarda 7 bıçağı var. İndi növbət dəqiqələrdə mən sizə onu göstərəcəm, hansı bıçaqları vardır. Gəlin əvvəlcə avadanlıqla tanış olaq. Nə düyməsidir, nəyə görə lazımdır? Deməli, avadanlığımız iki cür işləyir. Buradan biz əllə də basa bilərik. Məsəl üçün, əllə basdıq. Belə bir düymələrlə eləyə bilərik. Deyə bilərsiniz ki, niyə hər iki barmaqla basılmalıdır? Çünki iki barmaqla basılmalıdır ona görə ki, hər iki əlimiz məşğul olsun, əlimiz salmayaq ora. Daha sonra həmçinin pedalla da işləyə bilərik. Pedalla da işləyib, məsəl üçün ölçünü buradan belə tutub, yəni ayağla, pedalla basa bilərik. Belə bir variantımız da var. Belə bir kutusu var. Burada yeşiyi var. Yeşikdə nə var? Burada marzanı var, atyortku var, siqranik dəsti var. Belə bir şeydir. Burada daha sonra gəlin sizə bundan bıçaq bucaqları necə dəyişir onu göstərim. Radiuslar, bıçaqlar necə dəyişir. Baraban sistemidir bunda. Bıçaqlar baraban formasındadır. Burada aşağıda göstərə bilərəm. Baxın. Burada 7 cür bıçağın ölçüsü var. 10, 3, 4, 5, 6, 7, 8 millimetrə qədər fərqli radiuslarda bıçaqlar var. Biz burada belə qol var. O qolu aşağı basırıq və Dəmir Tomusu gəburanı çək. Məsəl üçün biz bastıq, tutaq ki, indi 10-dadır. Bastıq, fiksasiya oldu. Keçirtdik 4-ə və qolu qaldırırıq, 4-də fiksasiya oldu. Biz indi kitab eləyəcəm deyən nümunə olaraq, ona görə onu qoyun. Tamam, fiksasiya oldu. Onda indi göstərəcəm sizə. Gəlin bunu aşağı qoyun. Ayağımla basım, əyani olaraq görəsin. Çox rahat şəkildə belə qoyuldu, sıxıldı. Çox rahat. Qoyuldu. Çox rahat. Görürsünüz necə gözəl elədi. Yağlı oldu, aparat təzədir. Buna görə biraz qırağı yağ oldu. Əgər xırda işləriniz varsa, vizitkalardırsa, xırda bir məhsulu eləmək istəyirsə, onunla da eləyə bilərsiniz. Görürsünüz, sublim dəmirləri də eləyir, bıçaqlar kəsir sublim dəmirləri, bez problem, yəni sıxıntı yaratmır. Ətraflı məlumat üçün bizə müraciət edə bilərsiniz. Dediyim kimi 8 sm qədər hündürlüyü eləyir. Avadanlığa bir rəsmi zəmanət verilir. Yaxından avadanlıqla tanış olmaq üçün bizim ofisə yaxınlaşın. Ünvanımız Ağa Neymətullah 18 ünvanıdır. Göstərilən videoda göstərilən nömrə ilə əlavə suallarınız varsa zəng də eləyə bilərsiniz mənə. Həmçinin kommentariya bölməsinə yenə deyirəm, sualınız varsa yazın. Mən böyük məmnuniyyətlə sizin suallarınızı cavablandıracağam. Təşəkkürlər, çox sağ olun.